Gerçi qurban ayrı salmış tarını mizrabdən, tarını dilləndirən vardır bizim Bəhramımız. Bu misraları zamanında muğam ustadı Hacı Baba Hüseynov qələmə almışdı. O köhnə dövrün çox böyük xanəndələrini, tarzənlərini görmüşdü. Ötən illər Qurban Pirimovu da alıb aparmışdı. Qurban Pirimov yalnız çalğısıyla deyil, varlığıyla da daha əvvəlki zamanlarla yeni günlərin körpüsüydü. Onun gedişiyle sanki muğamatımızın, muğamatçılarımızın dünəni ilə yeni zaman arasındaki mesafeler daha da artmıştı. Ancaq Hacı Baba özünə də, ətrafındakı başqa sənət yoldaşlarına da təsəlli verirdi. Qurban gedibsə də o yolu, o dəst xətti, tara, o sevgini yaşadan Bəhramımız var. Azərbaycan tarının yaşı nə qədərdir? Bu sualın cavabını kimsə bilmir. Hər halda həqiqət budur ki, tarın səsi ən uzaq keçmişlərdən, əsrlərin o tayından ucalır. Rəvayətlər tarın başlanğıcını Əbu Nəsir Farabi ilə də bağlayır. Bu gedişlə tarın yaşı 1000 ildən çoxdur. Ancaq ən azı 11-ci yüzildə Baba Tahir Üryan kimi məşhur şairin misralarında tarın görünməsi bu füsunkar musiqi alətinin azı 1000 illik bir yolu adladığını təsdiqləməkdədir. Həmin 1000 illik məsafədən o yanda tar neçə əsr imiş ki yol gəlirmiş. Tarın qədim ifaçıları haqqında da bildiklərimiz azdır. Amma elə yaxın əsrlərin içərisində də adları və sənətləri əfsanələşmiş tarzənlərimiz yaşayıb, yaradıb. Mirzə Sadıq Əsədoğlu kimi, Mirzə Fərəc kimi, Qurban Pirimov kimi. Bu şanlı cərgədə Bəhram Mansurovun da adı ləyaqətli yerini tutur. Bütün başqa xidmətlərindən əlavə Bəhram Mansurovun yarım əsrdən artıq bir zaman kəsiyində opera səhnəmizdə oynanan bütün muğam tamaşalarında daimi müşayiətçi olması bundan sonra heç kəsin təkrarlaya bilməyəcəyi sənət hünəridir. Gəl ey Məcnun, Leylinə al canımı, vefasız olmuşam, billahi tök kalır. Kaç eyleme gül üzümle Leyli yan, Leyli yaday. Hüsnü Hacıyev küçəsindəki o tanış binada, o tanış mənzildə lap çoxdan başqa adamlar yaşayır. Daha heç küçə də köhnə adı daşımır. Amma hər gün axşam yolum həmin küçədən, o binanın yanından keçir. Hər dəfə də hökmən istər-istəməz sola qanırılıram.
küçənin sonundakı binanın 5-ci mərtəbəsindəki pəncərələrə tərəf baxıram. Bir zamanlar o binada Azərbaycanın görkəmli tarzəni, muğam bilicisi Bəhram Mansurov yaşayırdı. Bir zamanlar o pəncərənin qarşısında o dururdu. Onun və tardın cazibəsi bura 10 illər boyu nə qədər insanı çəkib gətirərdi. Dünyanın neçə ölkəsindən bu binaya, Bəhram müəllimin qapısı həmişə qonaq üzünə açıq mənzilinə musiqiçilər, alimlər, araşdırıcılar təşrif gətirərdi. Sabahın neçə leylisi, neçə məcnunu, gələcəyin neçə xanəndəsi bu mənzildə Bəhram ustaddan dərs alar, geniş üfüqlərə uçmağın yolunu bu evdən başlayardılar. O günlər artıq xəyaldır, keçmişdə qalıb. Ancaq xalq artisti, Azərbaycan tarzənliyinin zirvə sənətkarlarından olan Ustad Bəhram Mansurov bugün də var və sabah da olacaq. Onu yaşadan, ona bitməz ömür bağışlayan solmaz sənətidir. Necə ki, bir oğlan bir qızla bənd olmaz, dünya, aləm, sən istəsən pisdir onu, amma deyir, mən onu istəyirəm. Mən muğamdan başqa heç istəyirəm. Ona görə də heç bir dənə şey çalmıram da, əlimə almıram, çalım görünəcək şeydir. Ona görə də, məsələn, mən deyəndə ki, mənə desələr Carmen çal, deyirəm, yox. Amma mənə desələr Segal çal, çalmasa mənim çox ayrıdır. Bir vaxtlar Hüsnü Hacıyevin adını daşımış, indi hamımız üçün əziz olan bir sözə qovuşmuş Azərbaycan küçəsində, o tanış binada, o tanış mənzildə lap çoxdan başqa adamlar yaşayır. Ancaq hər axşam yolum həmin küçədən, o binanın yanından keçir, hər dəfədə hökmən istər-istəməz sola qanırılıram, küçənin sonundakı binanın 5-ci mərtəbəsindəki pəncərələr tərəfə baxıram. Bir zamanlar o binada Azərbaycanın görkəmli tarzəni, muğam bilicisi Bəhram Mansurov yaşayırdı. Onun və tardının cazibəsi bura 10 illər boyu nə qədər insanı çəkib gətirərdi. Dünyanın neçə ölkəsindən bu binaya, Bəhram müəllimin qapısı həmişə qonaq üzünə açıq mənzilinə musiqiçilər, alimlər, araşdırıcılar təşrif gətirərdi. Sabahın neçə leylisi, neçə məcnunu, gələcəyin neçə xanəndəsi bu mənzildə Bəhram ustaddan dərs alar, geniş üfüqlərə uçmağın yolunu bu evdən başlardılar. Telefon açaraq ilk dəfə gələnlər ünvan soruşanda Bəhram müəllim binanın nömrəsini söyləməkdən daha əvvəl lap aydın olsun deyə əlavə eləyərdi ki, aşağıda fotoatelye var. Elə onun yanından burulub həyətə girin. Həmin fotoatelyedə çəkilmiş şəkilləri qalır. Rəngli fotolardır, baxırsan canlı kimidir. Şəkillər qalır, insanlar gedir. Haçandır ki, bir vaxtlar vitrinində Bəhram müəllimin də fotosu olan, ünvanı rahat tapmağa həm də bir nişanə sayılan həmin ateliye də yoxdur. Amma xalq artisti, Azərbaycan tarzənliyinin zirvə sənətkarlarından olan Bəhram ustad var. İndi 115 yaşının tamamında da var, çox 10 illər sonra da daim var olacaq. Və mən istəyirəm ki, milli musiqimizə ömrü boyu sədaqətlə, təəssübkeşliklə, fədakarlıqla xidmət etmiş bu əvəzsiz sənətkar bir zamanlar yaşadığı binaya yenə qayıtsın. Bu binada hər gün olsun. İstəyirəm ki, həmin binanın yanından ötərkən divardan bizə Bəhram ustadın barelyefi baxsın. Bu arzu ürəyimdən keçərkən təkcə mənə çox əziz olan Bəhram müəllimi düşünmürəm. İndi doğma Azərbaycanımızın adını daşıyan bu küçədə bizim sıra-sıra böyük musiqiçilərimiz, ədiblərimiz, alimlərimiz yaşayıb. Küçə boyu divarlarda bəzilərinin xatirə lövhəsi var. Lakin bu diqqətə layiq olsalar da bir çoxları hələ intizardadır.
Könül istər ki, barelyefləri, xatirə lövhələri üzərində yaşadıkları şərəfli ömürlərin izləri əks olunan həmin misilsiz simalar öz küçələrinə, öz binalarına yenidən qayıtsınlar. Və bu küçə Bakıdakı küçələrin hamısından fərqlənən muzey küçəyə çevrilsin. Bununla da həm minnətdar olmalı olduğumuz xatirələrə borcumuzu qaytararıq, həm də bu küçədən keçənlər hər gün millətin parlaq şəxsiyyətlərinə salam vermək imkanı qazanar. Cavanların çoxu heç onların əksərini ya yerli dibli tanımır, ya da yaxşı halda üzdən xəbərdardılar. Kitaba marağın soyduğu indiki çağımızda heç olmazsa bu lövhələrdəki xəsis sətirləri oxuyub, millətimizi üstün etmək yolunda can qoymuş həmin unudulmazları tanıyarlar.